bu dünyanı bizlər öz xəyalımızda, öz o düşüncəmizdə o demək var edirik və şizofreniya isə insanın, yəni psixoloji olaraq bu reallıqla o barışmaması. Salam əzizləyicilər, bu videoda sizlərlə şizofreniya halı haqqında söhbət etmək istəyirəm. Şizofreniyanın həm elmi, həm tibbi, o demək, həm bioloji, həm də metafizik, yəni ki, açısından açıqlamalarını, həmçinin də sonda öz fikrimi də şizofreniya haqqında yəni ki, fikirlərimi də sizlərlə bölüşəcəyəm. O video başlamazdan əvvəl sizdən xahişim odur ki, əgər videolarımı izləyir və bəyənirsinizsə, kanalıma abunə olaraq, videolarımı bəyənərək, rəylərdə öz fikirlərinizi, yəni özlərinizin, yəni ki, fikrində nələr varsa müzakirələrdə sizləri gözləyirəm. Demək əzizləyicilər, şizofreniya halı o tarix boyu insan demək ki, o psixologiyasında mövcud olmuş o bir vəziyyətdir. Şizofreniya demək insanın yəni ki, bunu burada əvvəldən ki, o bildirim ki, insanın o şizofreniya demək realda olmayan, realda o mövcud olmayan o səsləri, hətta o görüntüləri, hətta insanları yəni ki, görməsidir. Bu çox təhlükəli bir haldır. Çünki o demək şizofreniyaya o demək uğrayan o bir insana siz o gördüklərinin və eşitdiklərinin yəni ki, real olmadığını heç zaman sübut edə bilməzsiniz. Çünki o yəni eşitdiyi o səslərini, o gördüyü o görüntüləri, o dialoqda olduğu, realda olmayan insanların o demək həqiqəti olduğunu o dərk edərək olandan o demək münasibətdə, o dialoqda olur. Ona görə də şizofreniya halında o insanları müalicə etmək, onları real o dünyaya qaytarmaq, özəlliklə onların o gördüyü və eşitdiyi o səsləri və görüntülərin real olmadığını sübut etmək o biraz çətin olur. Başlayaq əvvəlcə şizofreniyanın elmi izahını. Elm o şizofreniya kimi o belə bir miqyas izah eləyir ki, insan beynində sinoplarda, yəni ki, neyronların bir-birinə o demək əlaqə yaratdığı sinoplarda o demək bağlantının zəif olmasından yəni ki, bu görür, elə izah edir ki, insan beynində demək sinoplarda o biraz zəifləmə olur. Sinoplar bir-birinə əlaqələrdəki bulanıqlıq olur. Yəni ki, sinop əlaqələrinin zəifləməsi olur. Sinop əlaqələrinin o bir çoxuna ki, məhv olması olur ki, o belə olduğu insan ətrafına aldığı yəni ki, bu görüntünün səsi biraz analiz etməyə o çətinlik o çəkir ki, bu zamanda ki, beyin bu o natamamlığı tamamlamaq üçün insana o realda eşitmədiyi o səsləri və görüntüləri o göstərir. Buradakı beyin yəni özündə olan o sinop əlaqələrinin zəifləməsi nəticəsində insana yəni ki, o boşluğu doldurmaq üçün yəni realda olmayanları göstərir. Elm o dünyası o yəni şizofreniyanı o bu cür izah edir. Sinoplarda olan əlaqələrin zəifləməsi və yəni ki, bulanıqlaşması. Şizofreniyanın o tibbi izahını, o tibbi izahı o görə şizofreniya o birinci o demək nəsildə əgər indi varsa əvvəl o demək adətən ki, birinci nəsildə ana atada varsa o demək övladda olma təhlükəsi biraz 50-60% olur. Çünki nəsildən o gəlmə bir o gen əlaqəsində də indi bu şizofreniya o realda özünə büruzə verir də, realda da indi bu şizofreniya nəsildən ki varsa o kimdə sənin indi əsas anada atada olub, ana atanın nəslində hardasa olubsa, sonra olacaq o övladda, olacaq uşaqda o özünü o göstərir şizofreniya halı. O demək ikinci o tip o demək şizofreniyanın o yaranmasını o demək ana bətnində o bu cür izah edir ki, demək ana bətnində olan infeksiyalar, ana bətnində ananın o yaxşı qidalanmaması, xüsusən də o demək uşağın ana bətnində o bir oksigen zəifləməsi yaşamasından da ki, beyində o yəni sinoplarda, neyronlarda zəifləmə, o yaxşı inkişafın olmaması da şizofreniyanı reallaşdırır. Bundan başqa o tibbi demək açıqlamalar o görə şizofreniya demək ki, stressin, o şizofreniya o yəni ki, psixanın da o demək əlaqəsi olur ki, bu da yəni ki, psixi bir o yəni izahdadır. Şizofreniyanın o bura gəlmişkən psixi izahında, psixoloji izahında o sanki bildirim ki, demək ki, psixoloji şizofreniya kimi o bu cür izah edir ki, insana yaşadığı o dərin bir stres, o dərin bir o depressiya, hətta zülmə, zorakılığa ki, məruz o qaldığı sırada o yəni ki, bu zamanlarda insan demək ki, bu zorakılıqda, bu zülmdə, bu o dərin bir stres və depressiyadan ki, beyin
o bu yaşadıqlarını ki qəbul etmək istəmir. O çünki o beyin o çox təhlükəli o gördüklərini o qəbul etməkdə zorlanır. O çətinlik çəkir. O belə olduqda o beyin o fərqli bir reallıqlar yaradır ki, sanki bu real olan reallığa o daha zəif reaksiya verməsindən şizofreniya o fərqli bir reallığı özündə formalaşdırır. Şizofreniya ki, bioloji izahı ondan ibarətdir ki, o demək şizofreniya yəni ki, o, o biologiyadan insan o yəni bədənində o dopaminin artıq olması, o dopaminin o demək həddən artıq, o yəni ki, bir yersiz o demək ifrazından da formalaşır ki, bu dopaminin yersiz ifrazı o demək yenidən də o beyinə o təsir nəticəsində olan sinop əlaqələrinin yəni ki, məhv olunmasını o gətirir ki, demək ki, sinop əlaqələrinin yəni ki, məhv olması o yenidən o beynin ona tamamlaması və yəni ki, o fərqli bir reallığı yaratması. O bu şizofreniyanın o bütün o yəni ki, bura qədər saydığım o bütün o yəni ki, variantlarında, o bütün izahlarında yəni ki, o bir şeyə söykənir ki, bu vəziyyət ki, insan ki, beynində sinopların o demək ki, məhv olması, insan o beynin olan reallığı heç qəbul etməməsi və o natamamlıq, o tamamlamaq üçün fərqli olmayan o bir reallıq orada yaratmasıdır. Bundan əlavə o şizofreniyanın o metafizik izahına o gəlsək biz, metafizik izahı olaraq da o şizofreniya ondan ibarətdir ki, o bir çox o dini ənənələr, o keçmiş o demək o dinlər, o belə bir o qənaətə gəlib ki, hansı ki, Misir və ya şamanizm, o və ya xristianlıq, İslam və s. Demək şamanizmdə demək ki, o bu şizofreniya o demək ilahi bir qüvvə ilə o yəni ki, o cəmləşmə, o demək ilahidən o gələn bir o çağırış kimi o yəni ifadə olunur. Xristianlıqda o və İslamdakı vəsvəsə demək olmayan o şeylərin o yəni icadı insana o vəsvəsə o kimi o gəlməsi kimi izah olunur. O Misir və Yunan o yəni ki, o dinlərində o şizofreniya o yəni ki, reallıqla elə ki, bu qopma və o həqiqi bir reallıq, o keçiş o kimi izah olunur. Hələ o şizofreniyanın o mənim o demək izahıma, o şizofreniya insanın həqiqətən də demək reallığı o qavramaması, reallığı o zəif o qavraması və o fərqli bir reallıq o yaratmasıdır ki, o mənim izahımda o biraz bu kvant fizikasının bunu izah etmək istəyirəm ki, o demək ki, bu kvant fizikasına əsasən o bizim o gördüyümüz və yaşadığımız əlaqədə olduğumuz o bu real o saydığımız o bu dünya həqiqətən də o bizim demək ki, o bir növ xəyalımızın o yaratdığı bir illüziyadır. Yəni ki, o necə deyim, insanlığın o kütləvi olaraq insanlığın ki, psixologiyası, insanlığın o kütləvi olaraq o bu xəyala o sahib olması, o insanlıq o kütləvi olaraq o bu xəyalı yaratması nəticəsində o demək hər bir insanda o bu xəyalı o davam edərək o demək o kütlə ilə o demək eyniləşmək o yəni ki, psixologiyasına o demək ki, o gedərək, əməl edərək o bu dünyanı o bizlər öz xəyalımızda, öz o düşüncəmizdə o demək var edirik və şizofreniya isə insanın yəni psixoloji olaraq bu reallıqla o barışmaması, o bu reallığı o yarım o sayması, o bu reallığı o yetərsiz o sanmasından formalaşır. İnsanın o kütlədən ayrılması, demək o kütlə ilə o əlaqəsinin zəifləməsi və özünü o başqa bir o yəni ki, öz xəyalında o yəni zaten o bu dünya o bizim xəyalımızda o var olur və o bu şizofrenik insanlar isə o bu dünya xəyalından əlavə ikinci bir xəyal o demək yaradırlar. O və demək o bu xəyalı o daha çox bağlanırlar. İndi özünün yaratdığı bu ikinci indi xəyalı o daha çox bağlanırlar. O götürsək o alimlərdə o demək o John Nash adlı bir alim olub ki, o John Nash adlı bu alim demək ki, o Nobel mükafatçısı olub. O Nobel mükafatı alaraq ən böyük alimlik zirvəsinə yüksəlib. Ancaq bu John Nash adlı bu şəxs şizofrenik olub. O demək olmayan insanlar, olmayan o demək hadisələri özü o yaradıb. O və maraqlı sondadır ki, həmin hadisələr üçün əlinə o gələni o etmək məcburiyyətində olub. Bu yəni ki, universitetdə oxuyub, Oxfordda oxuyub, o səhv eləmirəmsə, o 5 il
onun otaq yoldaşı olub, amma otaq yoldaşı o real o dünyada olmayan o bir şəxs olub ki, onun o şizofrenik həyatında o yaratdığı həmin o insan o 5 il bir otaqda otaq yoldaşı olaraq o yaşayıb. Bundan əlavə o universitetdən bu sonra isə bu şizofrenik olaraq o yaratdığı o bir hadisələr o zincirində o güya ki ölkəyə riyaziyyat o sahəsində bir o yardımlar edib. Bu yəni insanın o bez inanclarını o zərbələyən o bir şeydir. O çünki o Nobel mükafatçısı bir alim şizofrenik olub. Amma ki yəni ki bu John Nash adlı bu alim o sonda o şizofreniyasını o dərk edərək onunla mübarizə apararaq özünü toparlayaraq həyatının o gedişatında o şizofreniya həyatından ayrılmağı o tam məhv olmayıb, amma ki o yəni özünü o xəyal o qurduğu o ikinci bir xəyala özünü o qaptırmamağı artıq o ki başarıb bu alim. O biz onu o göstərir ki, o şizofreniya o təmiz bir məhv olmaq o dərəcəsinə o gəlməsə də, o şizofreniya ilə o mübarizə aparmaq, onun o təsirlərini o zəiflətmək mümkündür. O yəni o şizofreniya o yəni insanın o demək bu o reallıq o qəbul etməməsi o və ikinci bir reallıq o yaratmasıdır. Bu beyin o demək o qədər o güclü işləyir ki, o baxmayaraq ki, o demək o beyində sinaplar arasında əlaqə zəifləyir. Bu zaman insanın o ruhani o bir şuuru o qüvvəyə o minir və ikinci bir o şuur o dünyası o var edir. O belə olduqda o şuur o dünyalar bir-birlərinə qarışır. O və belə olduqda o demək həmin insanlar o demək o digər insanların o qəbul etdiyi o reallığa o nisbətən o demək özlərinin o qurduğu o reallıq o daha çox o bağlı olurlar. Bu da insanın egosunun o demək o güclənməsidir. İnsan egosu o güclənir. O digər insanların o yaratdığı o dünyaya o bağı zəifləyir və özlərinin yaratdığı, yəni ki, o sırf özlərində olan egotipik bir reallıq o daha çox o bağlanmaları ilə nəticələnir. Bu videoda sizlərlə o şizofreniya halının hər o tipik bir sahələrdə izahını və sonda öz izahımı da o verməklə o sizə o şizofreniya haqqında hər şey izah etdim. Ümidvaram ki, o video sizin üçün bir maraqlı, bir öyrədici oldu. Sizlər o videonu bəyəndiniz, o bəyənməyi, o kanala abunə olmağı, o və rəylərdə öz fikirlərinizi, o xüsusən də bu şizofreniya haqqında o görüşlərinizi, o yazmağınızı sizdən xahiş edirəm. Əgər o fərqli bir video konsepti istəyirsinizsə, fikirlərinizi də rəylərdə o sizlərin o gözləyəcəm.